Hər birinizə salam dəyərli izləyicilər. Bu gün televiziya əfsanələrinin 3-cü səsi ilə qarşınızdayam. Bu video sadəcə gülmək məqsədi ilə çəkilib. Niyə? Birincidən baxdım gətirməyib, anası çağırıb onu. Ondan üzüm gülməyib, evladım olmayıb. Mən ikinci dəfə TikTokda trend olmuş deyə bilirəm. İndi də trenddədirlər. ayrı çıxsa getsə. İstəyirsənmi yanında qalmaq? Bəli, istəyirəm. Recep İvedik'i yeri deyil idi. Bəli, istəyirəm. Anan çağırır səni, gedərsənmi ananın yanına? Qızsız. Bir ağa. O anasının yanına getsə mən dediyimi deyirəm. Mən dediyimi dedim. Aydın getməsin anasının yanına. Yox. İndi ver mikrofonu ona, barı da özünü. Anan çağırır deyir Şanaysız gəlsin. Bax bizə. Ana yoxsa Şanay? Ana yoxsa Şanay? Anası məni çağırıb. İlk sual o deyil sual. Ana yoxsa Şanay? Məni böyüdən qadın. Halaldır qaqaş sənə. Həqiqətən qaqaşa halaldır. Təsdiq göstərir. Əlini sıxır orada. Niyə? Şanay. Sıxmıram, sıxmıram. Xanımın adı Şanaydır. Ondan Şanay saxlayır mı yanında? Telefonumu əlimdən alıb, şəxsiyyət vəsiqəmi əlimdən alıb, bir də Bir kartımı. də- Ada xəttə ifirdə. Qulaq asın. Qulaq as. Hanı Qulaq as. telefonun şəxsiyyət vəsiqəsi? Ver mənə. Niyə verməliyəm? Ver cəmaatın şəxsiyyət vəsiqəsini. Sən qanunu pozursan. Sağ olun. Mirağanın bu sözündən sonra Şanayın kefi pozuldu yenə. Studiyadan getdi. A few moments later. Şanay gəlib. Şanay yaxşı otur, yaxşı əyləş. Ananın adı nədir? Əliyevə Naz xanım. Naz xanım gətirib. Şanayın biraz da təbii ki, psixologiyasında da bəllidir, amma Şanay çox yaxşı qızdır. Gözəl qızdır. Şanay deyir ki, göstərə bilirikmi Şanayı? Şanay deyir ki, gəl yaxına gəl Faris, gəl narahat olma, gəl. Şanay deyir ki, mənim neçə yaşım var? 24 mənimdir, 30-31 yaşında istəyirəm. Az bir dayan görək də, bir hələ bunu nə tez istədim bir da. Nə olub da sizə? Nə olub? Nə istəyirsən məndən Arzu? Nə istəyirsən məndən? Oyda, yenə əsəbləşdi. İstəyirsən məndən? Mən düzləri danışıram, düzləri. Düz həmişə əyrini kəsin. Ülgüzün baxışlarına baxın. Bəsdir. Ay xanım, bəsdir. Bəsdir. Gəl otur. Oy, başım ağrıdı. Ülgüzün baxışları hər şeyi izah edir. Nə deyim vallah, nə deyim. Bəli, Matanət Əsədova, Matanət yox, Manaf Ağayeva. Mənəf yox, Mənəf. manaf, hə. Deyirəm də, imkan iş. Nə bilim oldu. Biri daldan danış. Hə? Heç. Bəli, Məsələn, hansı yeməyi yaxşı bişirə bilirsiniz, deyin mənə. yemək pişirməyə gəlməliyəm bura. Oyda. Ülgüz söz tapa bilmədi. Pərviz, damla nə versə sənə, təzdən ondan oxuyarsan? Nə versə? Aha. Mənə ancaq ideya vermək olardı, amma başqa fikir verə bilər. O da fikri ki, mən öz oxuduğum şeydə də fikri ideyanı mən verirəm. Yəni damlada belə bir fikir ideya ola bilməz ki, mən razılaşa biləm o ilə oxumağa. Üzündə sən nə qədər çapığın var? Eynəkdə elə görsəndir. Eynəyin çartdaqdır bəlkə. Zor söz tapa bilmədi. Bu ümumiyyətlə Damla, sonra Türkan. Növbəti kim olacaq? Gəl bir dənə baxım. Hədəf və kim tuş gələcək? Gəl bir dənə baxım, indi baxım. İşığı söndürək yoxsa? Baxım, yox. Nə ilə baxırsan? Qatıqla yoxsa noxudla? Yox, sizinlə baxmıram. Pərviz yaman fikrə daldı. Özüm baxıram bax. Yox, hələ heç nə görmürəm. Oyda, dağlarda gəzən oğlan nefirdə. Rapırsan. Daha elə bu da yanından istifadə edib öpürü. O keçəl oğlan. Keçəl o. Saçı keçəlsən sən. Sən. Hə, gəl. Bu da yazıq. Utandı yetim. Rəşad, sən də çox belə baxırsan bizə, bax boynunu salmısan, adam ürəyi ağrır. Harda işləyirsən sən? İşləmirsən? Bəli. Mən nə yeyirsən maşallah, mənim kimi toppuşsan. Bu nə yeyir belə kökü? Neçə uşaqsınız?
Tək uşaq. Atan-anan sağdır. Atam dünyasını dəyişib. Anan pensiyalı. Anan pensiyasını yeyirsən. Amma get bir iş tap özvə. Dostlar. Amma Elgizin baxışları yenə öz sözünü deyir. Qismət Allahdan. ana qismət Allah oturtdu günü. Net işte. O ananın pensiyasını hökumət anan üçün verir. Ay baba. Evlisən. Bir xəstə Evlənib ayrılmışsan. indi də arında. Xlas, ayrılıb evlənib ayrılmışsan. Elə o iki yaşın arasında evlənib də. Niyə ayrıldın? Niyə ayrıldın? Yaqın yazıq qız nə qədər acı qalsın evdə. Allah da belə baxanda cəmaət gəlir ki, ərə gedir ki, ay müəllim, bir çörək görsün, gün görsün. Səhv deyirəm. Düz deyirsiniz. Mən qadın olsaydım heç vaxt işləməyən kişiyə ərə getmərdim. Yaxşı ki, siz Allah qadın yaratdı. Allah üzümə baxır da, yəni getməzdim. Əstağfurullah. Uşağınız var? Bəli, 5 uşağım var. Bir uşağınız var. 5. 5 uşaq. Oy 5. Nə oldu? Maşallah. Siz neçə yaşında getdiniz ərə ki, 30 ayrılıb 5. Hə, neçə yaşında getmişdiniz ərə? 21. Hə də düzdür. 30. Qadın peşman oldu deməyinə görə ki 5 uşağı var. Sonra da kişi 9 il qovalayıb oldu. evdən. Ay Gülnaz xanım, Bəli. deyirəm bu 5 uşağın atası, bu uşağı sən dünyaya gətirdin. Əksinə sən gəlib bu kişinin ayağından möhkəm yapışaydın, sən əksinə kişini qovmusan evdən. Daha onlardan danışmayaq da Elgiz bəy. Kömək elədiyimiz insan bilməyək kimdir, nə kimdir. Mənəm də buradayam. Ne olar bizim üçün maraqlıdır. Kişi sağdır. Bəli, sağdır. Arada görüşüb eləyirsiniz. Kişi evləndi. Kişi çoxdan evlənib. Uşaqlar var oradan, o qadından da. Bəli, bir uşağı var. Bir uşaq var cəmi. Gör sizi nə qədər sevir ki, sizdən 5 uşaq dünyaya gətir. O birisi qadını gör sevməyib ki, ondan cəmi bir uşaq dünyaya gətir. Səhv deyirəm. Düz deyirsiniz valla. Bu yazıq kişini. Radio sürməlidir ki, bir kəlmə söz deyib, onun üstündə siz onu demişsiniz ki, qutardı. Siz hansı bürclənsiniz? Elgiz xanımın bütün sirlərini açıb tökülüb elişdə. Nə oldu? Bəsmə! Ooo! İşlər var, yok bir də sonra konser versin. Mən gitara çalacağam, oxuyacaq, oynayacaq. Pozitivli qatacağam da, yəni pozitivli qatacağam. Aha, Elgiz əsəbləşir. Halal olsun dayda ya. Elgiz yenə tərs səs baxır. Qədəmi qoyar bir bağaya. Ala sakla. Sakla. Ay sakla. Sənə kim deyirsə ki, sənin səsin var, Allah haqqı böyük günah işgörür. Nəzərləniblər dayda ilə. Sənə yalan məlumat verir, başına dönərəm. Get əyləş. Müğənni olmaq üçün gərək mənim bir samballı sponsorum olsun. Valla sponsor tapmağa gəlmişsən bura. Müğənni sponsor. Müğənninin ya özü mutlu olmalıdır, ya sponsor olmalıdır. Sən nə baxır? Qəşəng layihələr var, sponsorsa özümə taparam. Sənə niyə verirəm mən sponsorumu? İşinin gücünü at, bir avtobusa, Xaçmazdan buraya gəl ki, mən özümə sponsor. Nəyə? Ortada da heç nə yoxdur. Mən show biznes bazarına Elgiz müəllim. Bu sponsor gəldi sənə nəyə sponsorluq edəcək? Mən show biznes bazarına başqa cür girmək istəyirəm. İstəyirəm reklamım olsun. Hansı mənə klip çəkəcəklər? Demirsən mən oxuya bilmirəm. Öyrənəcəm də, oxuya bilmirəm. Mən oxuya bilirəm. Sadəcə mənə dəstək lazımdır. Sadəcə mənə dəstək lazımdır. Oxuya bilirəm, niyə oxuya bilmirəm ki? Hələ deyir ortada bir öyrənəcəm də sponsor axtarır. Deyirəm niyə oxumağa deyir ki öyrən. Hələ oxumağa öyrənəsin. Sonra oradan sponsor tapasın. Oxumağı bilirəm. Elgiz müəllim, siz oxuyun. Oxumağı bilirəm. Ha oxu görək. Pis oxusan çiləyəcəm səni, bax deyirəm. Çiliyəcəm. Qaqaş qoxdu ye. Amandır kipriklərin oxdu qaşın kar. Video xoşunuza gəldisə like atın. Belə videolar kanalımızda tez-tez olacaq. Kanalımıza abunə olmağı unutmayın. Video sonuna qədər baxdığınıza görə təşəkkür edirəm. Sağ olun.